bacılar, hər birinizi salamlayıram və bugün biz Şirvanda şəhid Zeynal Zülfüqarlının tədbirindəyik. Şəhid anaları ilə bir yerdəyik. Mənim mənəvi bacılarım, mənim mənəvi analarım hər birisi Şəlalə anaya dəstək olmaq üçün, onun dərdinə şərik olmaq üçün burada əyləşiblər. Bizim şəhidimiz Kərbəlayı Ramilin anası da Xurama xanım. Uzun müddət Şirvan səhiyyəsində öz əməyi ilə, insanların sağlamlığının keşiyində dayanmağı ilə xalqına xidmət edən Xuraman anamız da bu tədbirdə iştirak edir. Xuraman anamıza sözü vermək istəyərdik. Buyursun Xuraman anamız. Biz şəhidimiz Zeynal balamızın mövlud gününə düşmüşük. Allah'tan ona rəhmət edirəm, şad olsun deyirəm. Metrik ilə sənəd üzrə yoxlasın 30 yaşı. Yaşasaydı həyatda olardı. Lakin 25 yaşında dünyasını dəyişmiş, cənnətin qazanmış. Torpaq uğrunda, vətən uğrunda şəhadət edilmişdir. Birinci gün Zeynalın qəlbində, bütün şəhidlərin qəlbində vətən sevgisi, ana sevgisi, torpaq sevgisi nə qədər olmuşdur ki, onlar öz şirin canlarla, öz qanlarla keçib vətənə qurban vermişdir. Yaşasın şəhidlərin, Allah onların valideynlərinə can sağlığı versin, yüksəkliyi versin. Allah'tan bu səbir diləyirəm ki, yaşasınlar balalarının xatirələrini. Zeynal balamıza da rəhmət edirəm, valideynlərinə can sağlığı versin. Sağ olun Xuraman xanım. İndi isə sözü vermək istəyərdim. Şirvanın qəhrəman şəhidi. Hər dəfə mən onun adını çəkəndə mənim Təzəgül bacım kövrəlir. Ona görə bu dəfə adını çəkmirəm. İstəyərdim ki, özünü təqdim etsin. Bizim qəhrəman şəhidimizin anası. Buyurun Təzəgül xanım. Şəhid Xəlil Məmidin anası Zeynal anamızın 5-ci mövludunu yapmışıq. Allah ruhunu şad eləsin, yerin cənnət məkan olsun. Allah anasına, atasına səbir versin. Yeganə bir dənə gül balasını Allah qorusun. Bütün analarımıza Allah səbir versin. Bəli, çox sağ olun. Bütün şəhidlərimizin simasında Zeynal Zülfüqarlının bugünkü mövludu günündə ona Allahdan rəhmət diləyirik və digər şəhid bacımızı danışmaq üçün dəvət edirik. Bizim itkin şəhidimiz, 30 ildən yuxarı itkin olan, məzarı tapılmayan şəhidimiz. Allah şəhidlərimizə rəhmət eləsin. Allah Şəlalə bacıya səbir versin. Oğlumun mövludu mübarək olsun. Şəhidimizin adı deyilsiz, sözsüz. Qardaşınız. Traqov Elman Almazoğlu. Bəli, Traqov Almazoğlunun, Elman Almazoğlunun bacısı Eminə xanımdır. Uzun illərin axtarışından sonra nəhayət ki, adı mübarək şəhid deyə bildik. Elmanın şəhidliyi, Elmanın şəhadətə qovuşduğu məkan, dəfn olunduğu məkan aşkarlandı və artıq bir ilə yaxındır ki, Elman qardaşımız öz müqəddəs doğulduğu Şirvan torpağında, öz müqəddəs torpağında uyumaqdadır. Adı mübarək şəhid deyirik və növbəti tədbirimiz ayın 5-də, iyun ayının 5-də Şirvanın Şəhidlər Xiyabanında olacaq. Elman qardaşımızın şəhadətə, Şirvan torpağında məzara qoyulduğu gündən etibarən onun şəhadət günü hesablanır. Allah hər bir şəhidlərimizə rəhmət eləsin.